Hər vaxtınız xeyir. Bu günləri biz caq və acaq şəkilçiləri işləmə məqamlarına toxunacağıq. Keçək izahımıza. Utancaq sözü, utanc sözünün kökü feildir. Cıq leksikdir. Feildən sifət yaradıb. Utancaq qız, necə qız? Yel sözün kökü, lər leksik, nır leksik, cək də leksik. Bu da feildən isim yaradıb. Yelləncək tərpəndi. Nə tərpəndi yelləncək? Yan sözün kökü acaq leksik. Burada isə acaq şəkilçisidir. Diqqətli olaq. Feildən isim yaradıb. Yanacaq dolduruldu. Nə dolduruldu? Yanacaq. Baxacaq sözün kökünə gəl. Bax sözün kökü acaq qrammatik. Burada da şəkilçi acaqdır. Feilin qəti gələcək zaman şəkilçisi. Qəti gələcək zaman şəkilçisi. Oxunacaq. Oxu sözün kökü n biçişdirici samit, acaq qrammatik. Burada feili sifət şəkilçisidir. Oxunacaq kitab. Hansı kitab? Oxunacaq kitab. Şagirdlər bəzən bunu qarışdırır sifət deyir. Lakin biz bunun sifət yoxsa feil sifət olmasında asan bir yolla ayırt edə bilərik. Əgər mamə inkar şəkilçisi artıra biliriksə, bu zaman feil sifət olacaq. Oxunacaq kitab, oxunmayacaq kitab. Demək, bu feil sifət oldu. Əgər mamə artıra bilmirsə, bu sifət olacaq. Burada utancaq sözü var. Utancağa biz mamə şəkilçisi artıraq. Görək bu sifət olur, yoxsa feil sifət. Utancaq qız, utanmayacaq qız. Olur, xeyr olmur. Demək, bu sifətdir. Oxunacaq kitab, oxunmayacaq kitab. Burayı isə artıra bilirik. Demək, bu feil sifət şəkilçisidir. Bu günlük bu qədər. Gələn görüşlərədək.